Gördüyünüz kimi qızlar 6 nəfər də rahat otura bilər. Açılandan sonra baxın bu ölçüdə olur. Demək üstü sifon materialıdır və indi səhifəni də burada sizin üçün tağ edəcəm. Mən bilirsiniz bu masa dəstini çox axtarırdım. Sizinlə də paylaşmışdım. Yəni tapa bilmədim. Onlayn şəkildə də sifariş vermək istəmirdim, nə yalan deyim. İstəyirdim ki, canlı görüm, elə əmin olum, sonra sifariş verim. Amma bir səhifə var idi ki, İbo səhifəsi TikTokda qarşıma çıxdı və yazdım. Onlar da çox sağ olsunlar. Heç yəni düşünməzdim də bu qədər eynilik, necə istəmişəmsə, forma, rəng. Mən bunu onlayn şəkildə sifariş vermişəm də qızlar. Yəni telefondan görmüşəm. Bilirsiniz, telefonda da yəni dəyişə bilir. Rənglər dəyişə bilir, formanı fərqli görmək mümkündür. Amma inanın ki, necə istəmişdimsə, rəng olaraq, forma olaraq, yəni birəbir eyni, keyfiyyətdəki mükəmməldə, yəni bildiyiniz mükəmməl. Yəni bu qədər gözləmirdim. Mən hamısını bir yerdə axtarıram da, belə deyim. Həm səliqəli olsun, həm keyfiyyətli olsun, həm qiyməti də münasib olsun. Hər birimiz istəyərik ki, cibimizə qənaət eləyək, amma evimizə də uyğun, tam ürəyimizcə bir şey almaq istəyirik. Yəni mən çox razı qaldım. Bilirsiniz, razı qalmadığım heç bir şeyi heç bir vaxt sizlərlə bölüşmürəm və narazı olduğumu da, nədən də narazı qalıramsa onu bildirirəm. Amma inanın ki, yəni bu qədər gözləmirdim də dediyim kimi. Çünki bugünə qədər onlayn heç bir şey sifariş verməmişəm. Bilirsiniz, mən hər bir şeyə xırdaçılam, yəni çox diqqətlə yanaşıram. Yəni ilk dəfə idi, yəni sifariş verirdim. Çox razı qaldım. Bir daha təşəkkür edirəm. Həm keyfiyyət, həm görünüş, hər bir şey üçün çox təşəkkür edirəm və ən əsası da vaxtında çatdırılmaq üçün bilirsiniz, bu işlər biraz bugün sabah eləyən mebel salonları var, səhifələr var, amma çox sağ olsunlar. Yəni vaxtında nə vaxt demişdilər, həmin vaxtda da çatdırılma etdilər.